نأتي إلى الأسئلة المهمة جدا. تعلم اللهجات. تعلم اللهجات. Hayal ne demekti? Lehçeleri öğrenmek. نعم. لهجeleri öğrenmek. هل من الواجب أن نتعلم اللهجات العربية؟ إلهامي. باللغة العربية. Bize vaciptir mi bütün lehçeleri öğrenmek? نعم. Bazen باللغة العربية. أحيانا. أحيانا. أحيانا من الواجب. من الواجب أن نتعلم اللهجات العربية. وأنت فؤاد؟ هذه المسألة تتعلق بمهنتنا. مثلا نحن نتعلم أو مثلا لغة القرآن لا نحتاج اللهجات، ولكن أنا أسافر بعض الدول العربية. نعم واجب. إذن وصلنا إلى هذه النتيجة. تعلم اللهجات واجب. اختيار ماذا تقول أنت؟ اللغة العربية. نحن لا نفهم إلا اللغة العربية. Yani muhim on yani işten bağlı yani. Bir amel. في عمل. مهم لمترجم. على المترجم أن يتعلم اللهجات العربية المختلفة. يوسف أنت ماذا تقول؟ نفهم فهمنا للقرآن حديث. عندما نخرج ببلد العرب معه نتكلم بس. نعم هكذا. جيد. نعم. تكلم. بس هذا. أحسنت. أنت خير. أحيانا واجب أحيانا ليس واجبا. ليس واجبا. لماذا ليس واجب؟ Bazı ayda Kur'an okuyup saat kapasın. No. Devamlı. Getmişsən sən Bazı tasvirle bir başa düşür. Ama başa düşür. Bak bu da vacip sorulardandır. نعم. إذن هناك نقطة مهمة. قلنا ليس الكل يعرفون اللغة العربية الفصحى. من الممكن أن نسافر إلى بلد عربي ما ونجد من لا يفهمنا عندما نتكلم باللغة العربية الفصحى. الأخت معصومة، هل من الواجب أن نتعلم اللهجات العربية؟ واجب. مشكلة بس صعبة. واجب. لطيفة. يعني واجب نتعلم اللهجات العربية لأن نفهم الشعب العربي. نفهم الشعب العربي. نعم. الأخت مريم. عندما نسافر إلى بلاد عربية إذن واجب علينا، وهكذا عندما نعمل أي مجال مثلا مجال التجارة إذن واجب. ولكن فقط أدرس وأدرس بالتدريس ليس واجب. نعم. Bakın bu çok vacip meseledir. Eğer biz gezmeye gitmek istəyiriksə, Ərəb ölkələrindən birinə və yaxud da ticarət məqsədi ilə getmək istəyiriksə, çox vacibdir. Çünki o ticarət adamlarının böyük əksəriyyəti elə ləhcədə danışacaq və eyni zamanda biz gəzməyə getmək istəyəndə istər-istəməz onların o tarixi yerlərinə, planına, sərhəd bölgələrinə səfər eləyəcəyik. Elə yerlər var ki, abidələr məhz oralarda yerləşir. Orada görəcək ki, xalqla nəsə ünsiyyət qurmaq istəyirik. Biz ərəb ədəbi dilində danışanda elə deyirlər ki, biz Quran oxuyuruq. Bax, belə xalqla da rastlaşanlar var. Amma onlarla bir dil tapmaq üçün ədəbi yox, ləhcədə danışmaq lazım gələcək. Və bir də
fikrimi sizə çatdırmaq üçün belə bir misal çəkir. Hər hansısa bir lətifəni, elə Azərbaycan dilində olsun, ədəbi dildə bütün o şəkilçiləri ilə, orfoepiya qaydalarına riayət edərək danışsaq, o bir məzəli alınar. Hə? Təsəvvür edin ki, hamısı bütün o duyğu işarələri ilə o birisindən danışırıq. Hə? Deməli, məsələ burasındadır ki, bir belə səmimi ünsiyyət qurmaq üçün, bəzən zarafat eləmək üçün o rəsmiyyətdən uzaqlaşmaq lazım gəlir. Ləhcələr də bizə bunu verir. Ləhcələr bizə səmimi bir də qeyri-rəsmi abu-hava yaradır. Deməli, buradan elə gəlir ki, əgər biz gəzməyə getmək istəsək bir yerə, ticarət məqsədi ilə bir ölkəyə, ərəb ölkələrinə bir səfər eləsək, ləhcələri bilmək bizim işimizə yarayacaq. Həm xalqla dil tapacaq, həm də bir səmimi və rəsmiyyətdən uzaq danışmaq lazım gələndə məhz ləhcələrlə fikrimizi ifadə edəcək. Misal üçün, bir ərəblə oturub söhbət edirsən, axırda deyirsən ki, Əl-culusu ma'əkə kənə rayəğən. Bu gözəl səslənir. Yəni, kitablarda da yazılmalı. Amma bir də var ki, qayıdıb ona deyəsən ki, Əl-qə'də viyyək həlu. Fikir verin nə qədər fərq var. Əl-culusu ma'əkə rayəğən. Bu, sizinlə bir yerdə oturmaq möhtəşəbdir. Bir var belə deyəsən, o dil dolaşacaq, bəlkə yanına gəlməyəcək sənə nətəri, görürsən o kitab, ədəbi kitablarda necə yazılır belə, suala necə cavab vermək olar. Amma qayıdıb deyəcək, istəsən ki, Əl-qə'də və yəki həlu, ya habibi, əntə əhlə əntə. Bu ürəyindən olacaq və bir qədər də olacaq, vəziyyət dəyişəcək. Deməli, amma tədrisə getsən, təhsil almağa getsən, dərs deməyə getsən ərəb ölkələrinə, ləhcəni unutun gətirən. Çünki orada təhsildə ləhcədə danışa bilməyəcəksən. Birdən danışmaq istəsən, Eşən müəllim? Tədrisdə ləhcə ilə danışmaq. Danışmaq Problem yoxdur. Əsgər müəllim, birdən tədrisdə ləhcə ilə danışmaq istədik. Mümkün deyil. Mümkün deyil. Baba, bu ən sərrast cavabdır. Çünki ləhcə məişət dilidir. Orada ancaq yatmaq, qalxmaq, yemək, o birisi, bu birisi qutardı. Da həkimə gedib, həkim mənim xəstəliyimə bir diaqnoz qoy demək istədim, diaqnoz sözündə artıq ləhcədə diaqnoz sözü yoxdur. Təşxis sözüdür, bu ancaq ədəbi dilinin sözüdür. Və yaxud da mühəndislə gedib bir layihəni müzakirə eləməli olsan, orada nə əl-qə'də və yəq filanca sözləri yoxdur. Orada artıq deməli ədəbi dil elmin dilidir. Ləhcə də məişət dilidir. Məişətdə də o elmi məsələlər müzakirə olmadığı üçün ümumiyyətlə o ləhcə bu fikirləri ifadə edə bilməyəcək. Və buradan da irəli gəlir ki, ləhcəni öyrənmək lazımdır. Amma bu sizi qorxutmasın. İnanın ki, bir neçə aya və istənilən ölkənin ləhcəsini öyrənmək mümkündür. Ona görə ki, bir o sözdür. Sadəcə o cəmaatla 1-2 ay ünsiyyətdə olmaq lazımdır ki, onların o gündəlik yemək, içmək, nə bilim, gündəlik onların çox işlənən sözləri necə deyirlər, onu öyrənəsən. Və biraz da eləyəndən sonra görəcəksin ki, onlar hansı feil formalarından daha çox istifadə edirlər. Yeri gəlmişkən, misal üçün, mən deyirəm ki, Əl-qahvatu tuşrabu sabahən. Tuşrabu. Burada nə işlətdim? Feilin məchul növünü işlətdim. Əl-qahvatu tuşrabu sabahən. Ərəb ləhcələrində isə daha çox feilin məchul növünün bu qaydasından istifadə olunmur. O müvafiq babdan, infial babından istifadə olunur. Məsələn, inşarab içildi. Əl-qahva tinşirib sabahən. Yəni, qəhvə səhər içilir. Aydındır. Məsələn, oxuyuram bir dənə cümləni, deyirəm ki, Hədihil cümlətu lə tuqra'u. Bu cümlə oxunmur. Kserkopyadan çıxmış, nüsxəsi çıxarılmış bir vərəq verirlər. Mənə misal üçün deyirəm. Böyle baxıram, görən hərflər pozulub, deyirəm ki, Hədihil varaqatu lə tuqra. Hədihil cüməlu lə tuqra. Bu cümlələr oxunmur. Amma ləhcədə deyəndə, ərəb deyir ki, Hayl cüməl mətən qari. Hayl cüməl mətən qari. İnfial. O saat o qara feilini deməli, ərəb ləhcələrində feili məchul növdə istifadə etmək üçün infial babından daha çox istifadə olunur.
Aydındır? Bax, və bunları öyrənməklə bir-iki dənə belə o ləhcədə daha çox hansı üsuldan istifadə olunur, üsulları öyrənməklə, bir o sözü öyrənməklə bu işdə bitir. Deməli, ləhcələri öyrənmək lazımdır. Bu heç vaxt sizi qorxutmasın. Ləhcələri öyrənməyin kitabı yoxdur. Biraz sonra bundan da danışacağım. Nə də dərsliyi, dərs vəsaiti yoxdur. Məşhur. Ləhcə özü də belə bir şeydir, gün-gündən də inkişaf eləyə bilir. Ünsiyyət vasitəsidir. Tez-tez dəyişir. Sadəcə onun ən yaxşı öyrənməyin yolu, biraz məsələləri qabaqlamayaq, çünki bununla bağlı da bizim slaydımız var. Həmin o dövlətdə çox yox, 2-3 ay yaşamaqla sən bütün ləhcələri biləcəksən. Mən öz şəxsi təcrübəmdə də bunu gördüm. Yəni, sahəsinin özünün terminologiyası var. Amma ləhcə məişət dilidir, ünsiyyət dilidir. Sən istəsən də məişət dilini, məişət dilində elmin hər hansı bir sahəsindən danışa bilməyəcəksən. Düzdür, bəzi şəkilçiləri, bəzi daha çox istifadə olunan ara sözləri gəlib salacaqsan elmi dildə danışarkən öz nitqivə. İndi ərəblərdə belə bir ifadə də formalaşıb. Lüğət ləhcətul musaqqafin. Bir var, əl-amiyyə. Əl-amiyyə odur ki, hamının, kütlənin danışdığı bir məişət dili. Amma ləhcətul musaqqafin odur ki, müəyyən bir zümrə var ki, onlar nə ədəbi dildə danışmırlar, nə də ləhcədə danışmırlar, ortada danışırlar. Bir də var, məhz sırf ərəb ədəbi dili. Bəli, bu suala biz artıq cavab tapdıq. Həl minəl vacibi ən nətəalləmə ləhcət əl-arabiyyə. Ərəb ləhcələrini öyrənmək lazımdır? Bəli, lazımdır. Niyə? Çünki belə bir çətin vəziyyətə düşə bilərik. Gedərkən bizi başa düşməyə bilərlər. Amma bu, mən sizə deyim ki, bu sizin gözünüzü qorxutmasın. Bu çox aşağı faizdir. Nadir hallarda sizin qarşınıza çıxa bilər ki, doğrudan da sən ərəb ədəbi dilində danışırsan, o heç nə başa düşmür. Bu ya uşağı olacaq, yəni hələ orta məktəbə getməmiş, və yaxud da çox yaşlı bir adam olacaq ki, təhsildən müəyyən qədər də uzaq qalıb, falan eləyib, o sizi başa düşməsin. Amma orta nəsil aşağı yuxarı bizim nə danışdığımızı biləcək. Və bir də nəzərə almaq lazımdır ki, bu 20-dən yuxarı olan ərəb dövlətinin hər birində televiziya, yazılı mətbuat, tədris, universitet, hamısı məhz ərəb ədəbi dilindədir. Ərəb ədəbi dilindədir. Ona görə də ərəb ədəbi dilini bilmək lazımdır birinci növbədə. Və bu müəyyən qədər çox vaxt aparır. Sistemli tədris tələb eləyir. Amma ləhcələrə gəldikdə isə, ləhcələri öyrənmək üçün bir neçə ay o ləhcədə danışan ərəb vətəndaşı ilə, ərəb ölkələrindən birinin vətəndaşı ilə ünsiyyətdə olmaq və yaxud orada yaşamaq kifayət edir. Yavaş-yavaş onu götürəcəksin. Misal üçün, biraz əvvəl mən sizə Misir ləhcəsindən nümunələr çəkdim. İndi başqa Küveyt ləhcəsindən. Mən bunları xüsusi olaraq öyrənmirəm. Sadəcə olaraq bu ərəblərlə olan ünsiyyətimdən yadımda qalan sözlər. Həl minəl vacibi ən nətəalləmə ləhəcət el-arabiyyə? Naam, minəl vacibi ən nətəalləmə ləhəcət el-muxtəlifə. Kəm يستغرق تعلم اللهجات من الوقت كم يستغرق من الوقت يستغرق يعني وقت alır. لا من الممكن أن نقول إذا سافر أحدنا إلى بلد عربي وعاش في ذلك البلد على سبيل المثال ثلاثة أشهر أو أكثر من هذا أو أقل من هذا من الممكن أن يستطيع أن يتكلم باللغة العربية بلهجتها من الممكن هذا.